Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində 24 iyun tarixində məlum olduğu kimi bugün Milli Məclisin icrası keçirilir və iclasın gündəliyindən bir xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, Milli Məclisin bugün keçirilən iclasında təhsil haqqında və məktəbə qədər təhsil haqqında qanunlara dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Müsavat.com xəbər verir ki, layihə barədə deputatlara məlumat verən Elm və Təhsil Komitəsinin sədri Anar İskəndarov təklif olunan dəyişikliklərin məzmununu açıqlayıb. Müzakirələr zamanı çıxış edən komitə üzvü Siyavuş Novruzov ölkədə məktəbə qədər hazırlıq sahəsindəki problemlərə diqqət çəkib. Deputat qeyd edib ki, hər binanın aşağısında əlçatan və münasib qiymətlərə məktəbə qədər hazırlıq mərkəzləri yaradılmalıdır. Əksər hallarda hər iki valideyn işləyir və insanlar uşaqlarını uzaq məsafələrə aparmaq və ya əlavə nəqliyyat xərci çəkmək məcburiyyətində qalırlar. Ona görə də mağaza və gözəllik salonlarının əvəzinə yaşayış binalarının altında məktəbə qədər mərkəzlər açılmalıdır. Siyavuş Novruzov bəzi özəl məktəbə qədər mərkəzlərin tələb elədiyi yüksək qiymətləri də sərt şəkildə tənqid edib və bildirib ki, hazırda elə özəl məktəbə qədər hazırlıq mərkəzləri var ki, aylıq 7000 manat pul istəyirlər. Mən elə bir mərkəz tanımıram ki, bu məbləğə uyğun təhsil versin. Azərbaycanda kim var ki, uşağına ayda 7000 manat pul ödəsin? Üstəlik, hər evdə bir yox, bəzən 2 uşaq ola bilər. Deputat belə mərkəzlərin fəaliyyətinə nəzarətin gücləndirilməsini də vacib olduğunu vurğulayıb.